Salam, keçən orta məktəbi bitirib, bu il ali məktəbə qəbul olmaq istəyən abituriyentlər, yəni keçən ilin məzunları. Diqqətinizə çox önəmli bir məlumatı çatdırmaq istəyirəm. Odur ki, videomuza sona qədər baxın, bəyənin və paylaşın ki, digər keçən ilin məzunlarının da xəbəri olsun. Əgər siz ali məktəbə qəbul olmaq istəyirsinizsə, qəbul imtahanının birinci mərhələsində, yəni buraxılış imtahanında iştirak etmənizə ehtiyac yoxdur. Çünki buraxılış imtahanının nəticələri 2 il qüvvədədir. Amma siz 18 fevral 5 mart tarixləri arasında abituriyentin elektron ərizəsini doldurmalısınız. Orada 2 bənd qarşısına çıxacaq. 1. Keçən ilki nəticəmlə iştirak etmək istəyirəm. 2. Bu ildə buraxılış imtahanı vermək istəyirəm. İkinci bəndi seçdiyiniz halda 19 apreldə imtahan verəcəksiniz. Onu da qeyd edim ki, bu il imtahanda iştirak etsəz, keçən ilki nəticəniz ləğv olunmayacaq. Siz ixtisas seçimi zamanı istədiyiniz nəticənizlə ixtisas seçimi edə biləcəksiniz. Və siz birinci bəndi seçdiyiniz təqdirdə, yəni keçən ilki nəticəmlə iştirak etmək istəyirəm, onda Dövlət İmtahan Mərkəzi sizdən heç bir ödəniş tələb etməyəcək.